sağ olun. Çok teşekkür ederim. Ve de Tanrı adından teşekkürnameler hazırlanacak süsü aktivliğiyle seçilen tələbələrimiz mütləq tərtib olunacaqlar. Novruz ne deməkdir kızlar? Novruz bahar deməkdir. Yeni gün deməkdir. Hər birimizə mənim gözəl tələbələrim Novruz bayramında bahar çiçəkləri kimi təravətli ömür, gözəl və tarih arzulayıram. Şan sağlık arzulayıram. Bayağı gözəl tələbəmiz, aparıcı tələbəmiz belə söz vurguladı, gözəl kəlmə idi ki, hər il biz o sözü həsrətlə gözləmişik ki, gün o gün olsun belə bayramlarımız, bayram proqramlarımız Qarabağımızda alovlansın. Çok şükür bugünkü gün biz ona oluşmuşuq. Gözəl Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev və Eyrəcəl və bizim şəhidlərimizin hesabına bugün biz ürəkdən bugünü alqışlaya bilirik. Onlara ömürlük borcumuz var. Çok güzel, möhtəşəm ihtiyacımız olan bir güzel bir tədbiri bugün qeyd elədik. İnanın, çok razı qalmışam bugünkü tədbirin səliqəsindən, sərmanından, tələbələrimizin yerdə deyirəm. Xüsusi profesyonallığına yaraşan aktyorluq məharətinə hamınızı teşekkür ederim. İnanıram ki bu teşekkürnamelerden sonra daha da güzel bir işleri ortaya koyacaksınız. Ben alkışlayıram, qonaqlarımız var. Digər fakültemizin, qonşu fakültemizin bugün Kaygıdır müdürü bugün Anar müəllimin tədbiri oldu, iştirak edebilmədi. Lakin xanım Həsənova Kaygıdır müdürümüzə təbrik için ona da söz verilecek. Profesorlarımız özümüzünkiler birliğe mütləq təbrikləri çatacaq. İstəyərdim ki, başlayan təbriklərdən sizləri çox istəyirlər ki, onları təbrik eləsinlər və təşəkkür eləsinlər sizin bu gözəl çıxışlarınız üçün. Ve sonunda da təbrik istəyərəm ki, Sevinç Hanım da öz fikirlərini bölüşsün. Çok güzel təbrikdir. Bir daha teşekkür ederim Sevinç Hanım. İkinci yeri profesorlarımıza, hansımıza daha rahattır. Şərur müəllim, Əlifət müəllim. Buyurun. Çok sağ olun bir daha təbrik.